Salam, dəyərli izləyicilər. İndi sizə 4 may 2025-ci il tarixində 7-ci sinif liseyə qəbul sınağının riyaziyyat suallarının izahatını verəcəm. Başlayaq ilk sualdan. İlk sualımız belədir. Bərabərsizliyi ödəyən P natural ədədlərin sayını tapın. Burada nə edəcək? Bərabərsizliyin hər tərəfini 36-ya vursaq, alınır. 36 vurulsun 2P plus 1 böl 36 eşittir 36 vurulsun 3'te 25. Sol tərəfdə 36'nın 36 ixtisar edir. Burada 1, burada 1 və nəticədə qalır 2P plus 1 eşittir. Sağ tərəfdə 36'nın 3 ixtisar edirsə, burada 1, burada 12. 12'ni 25'e vuranda 300. Buradan alınır 2P eşittir 300 çıx 1'dən 2P eşittir 299'dan her tarafı 2'ye bölsək P eşittir 149 tam onda 5. 149 tam onda 5'dən kiçik natural ədədlərin sayı 149 dənədir. Ona görə doğru cavabımız nədir? Burada D variantı. İkinci sualımız, yəni 22-ci sual. X, 5Y ədədi rəqəmlərin müxtəlif 3 rəqəmli natural ədədidir. Bu ədədin 4'ə bölünməsindən alınan qalıq 3 olarsa, bu şərti ödəyən ən böyük ədədin rəqəmləri cəmi neçədir? Burada ən böyük dediyi üçün x-i maksimum seçməliyim. Ən böyük 3 rəqəmlər dediyi üçün x-i maksimum 9 seçə bilərəm. Yəni x-imiz 9'dur. Olacaq 9, 5, y. İndi 4'ə böləndə qalıq 3 alınırsa, son rəqəm tək olmalıdır. Yəni təklər hansılardır? Təklər. 1, 3, 5, 7, 9. Rəqəmlər müxtəlif dediyi üçün 5 dən 9 artıq istifadə edə bilmərik. 5 dən 9 silinir. Qalır 1, 3, 7. İndi 20 yerinə 1 yazsam 951 alınır. 20 yerinə 3 yazsam 953 alınır. 20 yerinə 7 yazsam 957 alınır. İndi 4'ə bölmə əlaməti son 2 rəqəmə baxırıq. Son 2 rəqəm. Deməli, 51'i 4'ə böləndə qalıq burada 3 alınır. 53'ü 4'ə böləndə qalıq 1. 57'ni 4'ə böləndə qalıq 1. Bizdə deyir ki, qalıq 3'dür. Deməli, doğru cavabımız budur. Deməli, ədəd 951'dir. 951'in rəqəmləri cəmini soruşur. 9 plus 5 plus 1 olacaq 15. Doğru cavabımız burada B variantı. 15'e bərabərdir. Keçən növbəti. Qonşu bucalardan biri o birinin 60%'ni təşkil edir. Bu bucaların fərqi neçə dərəcədir? İndi baxaq. Bir digərinin 60%'ni təşkil edir. Deməli, birinə mən 100x desəm, yəni kəsr alınmasın deyə bu şəkildə yazıram. Birinə 100x desəm, digəri bunun 60%. Olacaq 60x. Bunların cəmi 100x ilə 60x-in cəmi qonşu bucalar olduğu üçün 180'ə bərabərdir. Alınır burada 160x bərabərdir 180'ə. Hər tərəfi 20'yə bölsəm 8x bərabər 9. Bu şəkildə saxlayıram. Bunların fərqini soruşur. Bunların fərqi 100x çıx 60x bərabərdir 40x. Buna belə yazıram. 5 vurulsun 8x. 8x tapmışıq axı 9'dur. 5 vur 9 nəticə olacaq 45. Yəni doğru cavab burada 45 dərəcədir. Yəni cavabımız B variantı. 24-cü sual. A çıx 2'nin modulu, üstəgəl B plus 4'ün modulu, üstəgəl C çıx 6'nın modulu bərabər 0 olduğuna görə ifadənin qiymətini tapın deyir. İndi biz bilirik ki, modul ifadə, yəni modul x həmişə 0'dan böyük bərabərdir. Cəmləri o zaman 0 ola bilər ki, oradakı hər bir modulun nəticəsi 0 olsun. Yəni, modul A çıx 2 olmalıdır 0. Modul B plus 4 olmalıdır 0. Eyni zamanda da modul C çıx 6 olmalıdır 0. A çıx 2'nin modulu 0'da deməli A çıx 2 özü 0'dır. A alınır 2. B plus 4'ün modulu 0 ise B plus 4 bərabərdir 0'a. B alınır mənfi 4. C çıx 6'nın modulu 0 ise C çıx 6 0'dır. C de alınır 6. Bizden soruşur. A üstəlik 2, B üstəlik 3C. A 2, 2B mənfi 8, 3C 3 dəfə 6 18. Bu
Bu da bərabərdir 12. Doğru cavab C variantı 12'ye bərabərdir. 25-ci sual. ABCD kvadratında AB FB'ye bərabərdir. Yəni A, FB bərabər yanlı üçbucaqdır. Və bucaq ABF 20 dərəcə olarsa, bucaq AEC alfaya bərabərdir və alfanı soruşur. Bərabər yanlı üçbucaqda oturacağı bitişik bucaqlar bərabərdir. Yəni bu bucaqla bu bucaq bərabərdir. Mən bura x desəm, burada x-dir. İndi x üstə gəldi, x üstə 20 dərəcə. Bərabərdir 180 dərəcə. Üçbucağın daxili bucaqların cəmi 180-dir. 2x bərabərdir 160 dərəcəyə, x alınır 80 dərəcə. X tapılır 80 dərəcə. Biz bilirik ki, kvadratın hər bir daxili bucağı 90 dərəcədir. Bura mən y desəm, y ilə x-in cəmi 90 dərəcəyə. X tapmışıq 80. Y plus 80 dərəcə. Bərabər 90 dərəcəyə. Y alınır burada 10 dərəcə. Y tapdıq 10 dərəcə. İndi digər tərəfdən ADY düzbucaqlı üçbucaqdır. Bura 90 dərəcədir. Üçbucaqda burada alfa xarici bucaqdır. Xarici bucaq alfa bərabərdir ona qonşu olmayan iki daxili bucağın cəmi. Yəni 90 dərəcə ilə y-in cəmi. 90 dərəcə üstəlik y-də tapmışıq 10 dərəcə. Olacaq 100 dərəcə. Doğru cavabımız olacaq burada A variantı. 100 dərəcəyə bərabərdir. 26-cı sual. Bir həddisin əmsalı ilə dərəcəsinin hasilini tapın. Deməli, bir həddini bizə verib qeyri-standart formada. 2 üstü 4 AB kub mənfi 2-də 1 A kub B'nin kubu. İndi biz bunu standart şəkildə yazmalıyıq. 2 üstü 4 16 deməkdir. AB kub. Mənfi 2-də 1-in kubu. Qüvvət tək olduğu üçün mənfi yerində qalır. 2-də 1-in kubu 8. A kubunun kubu A üstü 9. 3-3'e vuracaq. B'nin də kubu B kubu. Bu da bərabərdir. Əmsalın biri 16, biri mənfi 8-də 1. Hasilləri olacaq mənfi 2. 16-nı mənfi 8-də 1 vuranda mənfi 2 edir. A-nı A üstü 9'a vuranda A yerində qalır. Qüvvətləri toplayacaq. 1 ilə 9'un cəmi 10. B kubunu B kuba vuranda B üstü 6. İndi burada mənfi 2 əmsaldır. Əmsal bərabərdir mənfi 2. Bir həllin dərəcəsi deyəndə dəyişənlərin qüvvətləri cəmi, yəni hərflərin qüvvətləri cəmi. Yəni dərəcə olacaq, dərəcə 10 plus 6, yəni 16. Bizdən bu ikisinin hasilini soruşur. Mənfi 2-ni 16-ya vursaq, olacaq mənfi 32. Yəni doğru cavab olacaq C variantı. Mənfi 32-yə bərabər. 27-ci suala baxırıq. A, B, C'nin işarələrə uyğun olaraq hansı variantda düzgün verilmişdir? A vur C'ni müsbət verib, B kvadrat vur A-nı müsbət verib, B kub, A kvadrat, C üstü 5'i mənfi verib. Burada tam görünmür. Şəklinə yenə bir baxın. Burada tam görünmür. O hepsini səhv eləmiş olaram. Deməli, bəli, ikincidə B kvadrat A-dır. Üçüncüdə B kub A kvadrat C üstü 5'dir. İndi bura nəyə diqqət eləmək lazımdır? B-ni bilmirəm, amma bilirəm ki, B nə olursa olsun kvadrat olduğu üçün bura müsbət olacaq. Yəni B kvadrat qüvvət cüt olduğu üçün nəticə müsbətdir. Hasilin müsbət olması üçün A mütləq müsbət olmalıdır. Yəni bu da müsbət olmalıdır. Bu da A-nın özüdür. A-nın özü müsbət olmalıdır. A müsbətdirsə, deməli C də müsbət olmalıdır ki, AC hasili müsbət olsun. A müsbət, A kvadrat da müsbət. C müsbət, C üstü 5 də müsbət. Hasil mənfi olması üçün B kubu mənfi olmalıdır. B kubunun mənfi olması üçün B olmalıdır mənfi. Deməli A müsbət, B mənfi, C müsbət. Doğru cavab B variantı. 28. Tənliklər sistemini həll edin. Burada x-i soruşduğu üçün ikinci tənliyin hər tərəfini 2'yə vursam, birinci tənliyi olduğu kimi yazıram. X çıxı y bərabərdir mənfi 4. İkinci tənliyin hər tərəfini 2'yə vursam, 4x plus 2y bərabərdir 36. Tərəfə toplasam, y'lər islah olunacaq. Alınır 5x bərabərdir 32'yə. Hər tərəfi 5'ə bölsəm,
32-ni 5-ə böləndə 6,4. Deməli, x 6,4-ə bərabərdir. Doğru cavab D variantı. 29-cu sual. Hesablayın. -2'nin kubu çıx 2'nin kubu bölünsün. -1 üstü 10 vurulsun, çıxılsın. -1 üstü 11. -2'nin kubu bizə verir -8. Qüvvət tək olduğu üçün mənfi qalacaq. Çıx 2'nin kubu 8. Bölünsün. -1'in cüt dərəcənin qüvvəti müsbət 1'dir. -1'in tək dərəcənin qüvvəti -1. Bu da bərabərdir. Sürətdə alınır -16. Məxrəcdə -, müsbət olacaq. 1 ilə 1'in cəmi 2. -16'nın 2'yə nisbəti -8. Yəni doğru cavab burada olacaq A variantı. -8'ə bərabər. 30-cu sual. Tənliyini həll edin. Burada nə edəcək? Tənliyin hər tərəfini 6'ya vuracam. Sol tərəfi 6'ya vuranda, birinci kəsri 6'ya vuranda alınır 2 çıx 3x. İkinci kəsri 6'ya vuranda 6'dan 3x sağ gedəcək, 2 qalacaq. 2 vurulsun, x çıx 3 bərabərdir. Sağ tərəfi 6'ya vuranda 18. 2 çıx 3x çıx 2x plus 6 bərabərdir 18. -5x bərabərdir 18 çıx 2 çıx 6. -5x bərabərdir 10'a. Hər tərəfi də -5'ə bölsək, 10'u -5'ə böləndə -2. Yəni doğru cavabımız burada -2'yə bərabərdir. Yəni A variantı. 31-ci sual. Şəkildə AC və BD vətənləri P nöqtəsində kəsişir. DPX, PCX plus 3, APX plus 1 və BPX plus 5 olarsa, x'i tapın soruşur bizdən. Kəsişən iki vətənin xassəsi. AP ilə PC'nin hasili bərabərdir DP ilə BP'nin hasilinə. Deməli, AP x plus 1 vurulsun PC x plus 3 bərabər DPX BPX plus 5. Şimdi burada alınır x kvadrat, üstə gəl 3x, üstə gəl x plus 3. Sağ tərəfdə alınır x kvadrat plus 5x. X kvadratlar islah olunur. Sol tərəfdə alınır 4x plus 3. Sağ tərəfdə də 5x alınır. Buradan alınır 5x çıx 4x bərabərdir 3'ə. X bərabərdir 3. Deməli, x'in qiymətini soruşur, x'in qiyməti tapıldı 3. Doğru cavab B variantı. 32-ci sual. A ilə B-nin birləşməsinin element sayısı 20, A çıx B fərqinin element sayısı 8, B çıx A fərqinin element sayısı 10 və kəsişmənin element sayısını soruşur. Nəyə bərabərdir? Burada nəyə diqqət eləmək lazımdır? Bu tip sualları yazmaq üçün ən rahat yolu Venn diaqramıdır. Deməli, bura A, bura B. İndi bura A ilə B-nin fərqidir. Bura isə B ilə A-nın fərqidir. Yəni, bura A çıx B-dir. Bura isə B çıx A-dır. Orta isə A ilə B-nin kəsişməsidir. İndi A ilə B-nin fərqinin element sayısı 8. 8 element burada var. B ilə A-nın fərqi 10 element var. Burada 10'dur. Kəsişmə edirəm x. Bunların cəmi 8 plus x plus 10 bizə verəcək birləşmənin element sayısı. Yəni 20'ni verəcək. Buradan alınır 18 plus x bərabərdir 20'yə. X alınır 2. X 2'yə bərabərdir. Yəni doğru cavab burada olacaq B variantı. Yəni x 2'yə bərabərdir. 33-cü sual. Sadələşdirin. Əvvəlcə nə edəcək burada? Mötərizənin içərisini sadələşdirmək lazımdır. 1 üstə gəl 14 bölünsün x çıx 7. 1'i mən yaza bilərəm bu şəkildə. X çıx 7 böl x çıx 7 şəklində. Üstə gəl 14 bölünsün x çıx 7. Baxdım ki, məxrəclər eyniləşir. Məxrəc yerində qalır, x çıx 7 yerində qalır. Sürətləri toplamam lazım. X çıx 7 plus 14 və alınır sürətdə x plus 7, məxrəcdə x çıx 7 deməkdir. İndi gətirib yerinə yazsaq, x plus 7 bölünsün 7 çıx x bölünsün x plus 7 bölünsün x çıx 7. Adi kəsrə bölmək üçün, ümumiyyətlə kəsrə bölmək üçün birinci kəsri ikincinin tərsinə vurmaq lazımdır. Yəni x plus 7 bölünsün 7 çıx x. Vurulsun bunun tərsi.
X çıx 7 bölünsün x plus 7. X plus 7, x plus 7 x'a getir. 1, 1. X çıx 7, 7 çıx x. Birinin əksidir. Əksi olduğu üçün mən buraları ixtisar edəcəm. Burada 1 yazsam, burada -1 yazmalıyam. Və 1-in -1-ə nisbəti olacaq -1. Doğru cavab B variantı. 34. Aşağıdakı müqayisələrdən hansı doğrudur? Deməli, x bərabərdir 1,2 dövrdə 34. 34. Y bərabərdir 1 tam dövrdə 234. Z bərabərdir 1 tam %23 dövrdə 4. İndi bu dövrü biraz açacağım. 1,2 34 gedir burada. 34 bu şəkildə gedir. Burada 1 tam 234 gedir. 234 dövr edir. 234 bu şəkildə gedir. Burada 1 bərabərdir 23. 4 gedir sonsuz sayda burada. İndi baxaq. İlk ikisi baxın 23. Burada 23. Burada 23. Hətta 4-də qoşsam bura 234, 234. 234. Baxın. Vergüldən sonra ilk 3 rəqəm 234, 234, 234. 4-cü rəqəmə baxaq. 4-cü rəqəmə. Burada 3-dür. Burada 2-dir. Burada 4-dür. Ən böyük hansıdır? Ən böyük Z-dir. Sonra nə gəlir? X. Ən kiçik hansıdır? Ən kiçik də Y. Y. Ona görə doğru cavabımız olacaq burada D variantı. Ən böyük Z-dir. Sonra X gəlir. Ən kiçik də Y-dir. 35-ci sual. Deyir, funksiyasının qrafiki -2 bir nöqtəsindən keçir. K bərabərdir sual. Deməli, baxırıq. M nöqtəsinin apsisi -2-dir. Yəni, x-i -2-dir. X -2. Y də 1-dir. Gətirib funksiya yerinə yazsaq, 1 bərabərdir -2k plus neçə? Plus 3. Burada -2k bərabərdir. -2k bərabərdir 1 çıx 3-ə. -2k bərabərdir -2-yə. Hər tərəfi -2-yə bölsək, k alınacaq 1. K-nın qiymətini soruşuldu. Doğru cavab C variantı. K 1-ə bərabərdir. 36-cı sual. A, B, C natural ədədlərdir. A-nı verib 2-də 5B, C-ni də verib 3B. Və deyir ki, C hansı ola bilər deyir. A-nı bizə verib 2-də 5B. B-ni də bizə verib, daha doğrusu C-ni də bizə verib 3B. A da, B də, C də naturaldır. Baxırıq nəyə? A-nın natural olması üçün B ilə 2 ixtisar getməlidir ki, natural alınsın. Deməli, B mütləq 2-yə bölünməlidir. B 2-nin misilləri olacaq. 2-ni yazıram. B-ni yenə 2-ni yazsam burada, A alınacaq 5-in. A 5-indir. B-ni yenə burada 2-ni yazsam, C də olacaq 6-in. Deməli, B 2-yə bölünən ədəddir. A 5-ə bölünən ədəd olmalıdır. C də 6-ya bölünən bir ədəd olmalıdır. Bizdən C-ni soruşur. 6-ya bölünən bir ədəd D variantıdır. 126 6-ya bölünür. Ona görə doğru cavabımız D variantıdır. 37. Təhlükə sistemi verir bizə və bizdən soruşur A çıxı B fərqinin B-yə nisbəti bölünsün A plus B-nin A-ya nisbəti. Birinci tənlin hər tərəfini mən B-yə vursam, sol tərəfdə alınır A, B çıx 1. Bərabərdir B-nin 3-ə nisbəti. İkinci tənlin hər tərəfini A-ya vursam, alınır A, B çıx 1 bərabərdir A-nın 4-ə nisbəti. Baxırıq, hər iki tənliyin sol tərəfləri eynidir. Sol tərəfləri eyni olduğu üçün ona görə yaza bilərik ki, A-nın 4-ə nisbəti B-nin 3-ə nisbətinə bərabərdir. Deməli, A burada 4K-dır, B də 3K-dır. Gətirib yerinə yazsaq, 4K çıx 3K bölünsün B. 3K, o da bölünsün 4K plus 3K bölünsün A 4K-ya. Burada birincidə alınır K-nın 3K-ya nisbəti, bölünsün, burada alınır 7K-nın 4K-ya nisbəti. K-lar ixtisar gedəcək, 3-də 1 bölünsün 4-də 7. Adi kəsrə bilmək üçün birinci kəsri vurmaq lazımdır ikincinin tərsinə, yəni 7-də 4-ə. 100 dəfə 7, 21, bir dəfə 4, 4. 21-də 4, ixtisar olmayan kəsirdir. O şəkildə verilib. Doğru cavab D variantı. 38-ci sual.
Sadələşdirin. Bu nəyə baxırıq? Mötərizənin içərisində birinci kəsrə sürətlə verib x kubu çıx y kub. Məxrəcdə də bizə verib x kvadrat plus xy plus y kvadrat. Mən sürəti belə yaza bilərəm də. A kub çıx b kubunun üstünə görə. X çıx y, x xy, x kvadrat, üstə gəl xy, üstə y kvadrat. Belə yaza bilərəm. Bölünsün x kvadrat plus xy plus y kvadrat. Bunlar ixtisarcıdır. Və alınır burada x çıx y. X çıx y alınır. Deməli, x çıx y, üstə gəl, x kvadrat, üstə gəl y kvadrat bölünsün x plus y. İndi baxırıq. Məxrəcdə x plus y var. Ona görə də x çıx y belə yazıram. X çıx y yazıram. X çıx y vur x plus y bölünsün x plus y şəklində yazıram. Üstə gəl x plus y, sürətdə də x kvadrat, üstə y kvadrat. Məxrəclər eyniləşdi. Məxrəc yerində qalır, sürətləri toplamam lazım. Məxrəc yerində qalır. X çıx y, x plus y müxtəsərdir. Bizə verir x kvadrat çıx y kvadrat. Üstə gəl x kvadrat, üstə gəl y kvadrat. Bunlar sıfıra gedəcək. Və alınacaq 2x kvadrat bölünsün x plus y. İndi bunu da vurmaq lazımdır ikincinin tərsinə. 2x kvadratı bölünsün x plus y vurulsun ikincinin tərsi. Yəni x plus y bölünsün 2x. Bunlar ixtisar gedəcək. 2x kvadratı 2x-ə böləndə 2-lər gedəcək. X-lərdən 1 ixtisar gedəcək, 1 qalacaq. Nəticədə qalır x. Doğru cavab burada C variantı x-ə bərabərdir. 39-cu sual. Uyğun tərəfləri perpendikular olan bucaqların cəmi 80 dərəcə olarsa, bu bucaqların perpendikular olmayan tərəfləri arasındakı iti bucağı tapın. Buna nəyə fikir veririk? Bucaqların cəmi 80-dir. Bucaqların cəmi 80-dirsə, deməli bu eyni adlı bucaqlardır. Eyni adlı bucaq olanda şəkil bu formada olacaq. Bu bucağın biri olsun. Bu da digəri. Yəni, burayla bura 90 dərəcədir. Eyni adlıdır, yəni bərabərdir. Yəni, bura alfadır, bura da alfadır. Bura A, bura B, bura C, bura D deyirəm. Baxırıq ki, B ilə C perpendikulyardır. A ilə də D perpendikulyardır. Bizdən soruşur, B ilə D arasındakı bucağı soruşur. Yəni, bizdən bu bucağı soruşur. İndi, cəm 80 olduğu üçün hər biri 40 dərəcədir. Bura 40 dərəcə. 40, 90, burada çıxacaq 50 dərəcə. Yəni, doğru cavabımız burada olacaq. C variantı 50 dərəcə. 40-cı sual. Deyir ki, 12-dən 50-yə qədər olan natural ədədlərdən sadə olanların hər biri bir karta yazılıb torbaya atılır. Torbadan təsadüfən götürülən bir kartın üzərindəki ədədin rəqəmləri cəminin sadə ədəd olması ehtimalı neçədir? Deməli, 12-dən 50-yə qədər sadə ədədlər. Birinci 13-dür. Sonra 17, 19, sonra 23, 29, 31, 37, sonra gəlir 41, 43, bir də 47. Bunlar sadə ədədlərdir. İndi neçə ədəd oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə ədəddir. Yəni, bütün halların sayı, yəni torbada 10 dənə ədəd var. 10 dənə ədəd var. Bütün halların sayı 10-dur. İndi, bunlardan biri seçilir. Seçilən ədədin rəqəmləri cəmi sadə ədəd olması ehtimalı. İndi rəqəmləri cəminə baxırıq. Burada cəm 4-dür. Burada 8-dir. Burada 10-dur. Burada 5-dir. Burada 11. Burada 4. Burada 10. Burada 5. Burada 7. Burada 11. İndi baxın, hansılar sadadır? Baxın, 5 sadədir. 11 sadə. 5 sadə. 7 sadə. 11 sadə. 5 dənəsi də sadə. Bax, onda 5 ehtimal olacaq. Bu da olacaq 2-də 1. Yəni, doğru cavabımız olacaq burada C variantı. 2-də 1-ə bərabərdir.
Növbəti sualımız 41-ci sual. 3 ağacda ümumilikdə 80 quş var idi. Birinci ağacdan 8 quş, ikinci ağacdan 12 quş, üçüncü ağacdan isə 6 quş uçdu. Və ən sonunda ağaclarda qalan quşların sayı bərabər oldu. Əvvəlcə ikinci ağacda neçə quş var idi? Deməli, birinci ağac, ikinci ağac, üçüncü ağac. İndi quşlar uçandan sonra saylar bərabər olub. Deməli, x sayda birincidə qalıb, x sayda ikincidə, x sayda üçüncüdə qalıb. Birinci ağacdan 8 quş uçduğu üçün əvvəlcə x plus 8 olub. İkinci ağacdan 12 quş uçub, əvvəlcə x plus 12 olub quşların sayı. Üçüncü ağacdan isə 6 quş uçub, əvvəlcə x plus 6 olub. İndi əvvəlcə quşların sayı 80 olub. Yəni bunların cəmini bizə verib 80. X plus 8, x plus 12, x plus 6 bərabər 80. Burada alınır 3x, üstəgəl 26 bərabər 80-ə. 3x bərabərdir. 80-dən 26 çıxmalıyıq. 54. X alınır 18. X 18-dir. İndi deyir ki, əvvəlcə ikinci ağacda neçə quş vardır? İkinci ağac hansıdır? X plus 12. 18 üstəgəl 12 olacaq 30. Doğru cavabımız olacaq D variantı. 42-ci sual. Rəqəmləri cəmi 21 olan müxtəlif rəqəmli ən böyük dörd rəqəmli natural ədədlə rəqəmləri cəmi 21 olan müxtəlif rəqəmli ən kiçik dörd rəqəmli natural ədədin fərqini soruşur. İndi dörd rəqəmli ən böyük natural ədəddir. Ən böyük natural ədəd. Birinci rəqəmi maksimum seçirəm, 9. Rəqəmlər müxtəlifdir. Sonra 8 seçirəm. 9-dan 8-in cəmi elir 17. 17. Yerdə qalır 4 rəqəm. 21 olması üçün. Yerdə 4 vaid qalır. Deməli, bura 4 yazmalıyam. Bura isə 0 yazmalıyam. Ən böyük budur. Rəqəmlər müxtəlif olduğu üçün ən böyük budur. Sonra ən kiçiyi soruşur. Ən kiçiyi. Birinci rəqəmə deyirəm 1. Növbəti rəqəmə mən 0 deysəm, 1 ilə 0-ın cəmi 1, yerdə qalır 20 vaid. 20 vaid 10 olması lazım minimum. O da yanlışdır, çünki rəqəm dediyi üçün maksimum rəqəm 9-dur. Demək 1 ola bilməz. 2 versək, ikinci rəqəmə mən 2 desəm 2 də ola bilməz. Çünki 1 ilə 2-nin cəmi 3 edir. 21-dən 3 çıxanda 18, 9, 9 olmalıdır. Müxtəlif rəqəmli dediyi üçün bu şərt pozulur. Ona görə bu variant ola bilməz. Deməli, 3 desək, 1 ilə 3-ün cəmi eləyir 4. 1 ilə 3-ün cəmi 4 elədiyi üçün 20-dən 4 çıxanda 17. Deməli, 8 və 9. Ən kiçik bu şəkildə ola bilər. Bunların fərqini soruşur. 10-dan 9 çıxanda 1. Burada 13-dən 8 çıxanda 5. 13-dən 8 çıxanda. Burada 7-dən 3 çıxanda 4. 9-dan 1, 8. Deməli, 8451 alınacaq. Doğru cavab olacaq C variantı. 8451. Şimdi keçirik 43-cü suala. Şəkildə verilən dairələr bir-birinə düz xəttlərlə birləşdirilmişdir. Ortadakı dairənin içinə 25 ədədi yazılıb. Digər dairələr hər birinə 8, 12, 15, 20, 32 və 39 ədədlərdən biri yazılmalıdır. Eyni düz xətt üzərində olan dairələrin içərisində ədədlərin hasili 12-nin mislidir. 12 mislidir. Buna görə aşağıda verilən ədədlərin hansıları eyni düz xətt üzərində yerləşən qarşılıqlı iki dairənin içində yazıla bilməz. Baxın, yəni deyir ki, bizə bu şəkildə baxsaq, bu dairədə olan ədədlərin hasili 12-yə bölünməlidir. Və yaxud da bu şəkildə baxsaq, ədədlərin hasili 12-yə bölünməlidir. Və yaxud da bu şəkildə baxsaq, ədədlərin hasilinin yenə 12-yə bölünməsi lazım. İndi burada nəyə fikir verirsiniz? Ortadakı 25-dir. 25 vur 5 vur 5 deməkdir. 12-də 2 vur 2 vur 3 deməkdir. 12-nin vurlarının heç biri burada deyil. Deməli, digər 2 ədədin hasilinin 12-yə bölünməsi lazım. Digər 2 ədədin hasilinin mütləq 12-yə bölünməsi lazım. Burada baxın, A variantı 8, 15 bölünəcək. Çünki 8, 4 vur 2-dir. 15-də 3 vur 2, 3 vur 5-dir. Artıq 3, 4, 12-yə bölünür. 20, 4 vur 5, 39, 3 vur 13. 3'dən 4'ün hasili bölünür. 24 vur 5, 32. Baxın, doğru cavab D variantıdır. D variantında 20-dən 32-nin cəmi 12-yə bölünmür. B variantı
39, 3 vur 13. 8, 4 vur 2. 3 4'ün hansı 12. Deməli, doğru cavabımız burada D variantıdır. Yəni 32 ilə 20 ola bilməz. 44-cü sual. Sevda 3, 4, 5, 6, 0, 1, 8, 2 rəqəmlərin hər birindən bir dəfə istifadə edərək 8 rəqəmli ən kiçik natural ədəd yazır. Minliklər sinifindəki ədəd təklər sinifindəki ədəddən neçə vaid azdır? Burada nəyə baxmaq lazımdır? Burada əsas məsələ nədir? Deməli, 8 rəqəmin ən kiçik deyil. Birinci rəqəm ən kiçik olmalı. 0 ola bilməz. Birinci rəqəm 0 ola bilməz. Birinci rəqəm 1-dir. Sonra 0, sonra 2 gələcək. 3, 4, 5, 6 və 8 olacaq. İndi deyir ki, bizə təkliklər sinifi. Təkliklər sinifi burada bu təkliklər sinifidir. Təkliklər sinifi. Bir də deyir ki, miniklər sinifi. Miniklər sinifi isə budur. Bu da miniklər sinifi. Miniklər sinifi. İndi deyir ki, miniklər sinifindəki ədəd təkliklər sinifindəki ədəddən neçə vaid azdır? Yəni 568-dən biz çıxmalıyıq 234-ü. Burada 4, burada 3, burada 3. Yəni 334 vaid azdır. Doğru cavab burada D variantı. Keçirik 45-ci suala. Leyla 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərindən 6-sını seçərək 6 rəqəmli bir natural ədəd yazır. Sonra da Leylanın seçmədiyi digər 4 rəqəmi seçərək 4 rəqəmli bir natural ədəd yazır. Onların yazdığı ədədlər arasındakı fərq ən az neçə olar? Ən az neçə olar? Deməli, Leylanın yazdığı 6 rəqəmli ədəd minimum olmalıdır. Sonanın yazdığı 4 rəqəmli ədəd isə maksimum olmalıdır. Buna görə də Leylanın yazdığı 6 rəqəmli ədəd olacaq, minimum olmalıdır. 1, sonra gələcək 0, sonra gələcək 2, sonra gələcək 3, sonra 4, sonra da 5. Bu Leylanın yazdığı 6 rəqəmli minimum ədəd. Sonanın yazdığı isə 4 rəqəmli ədəd maksimum olmalıdır. O da 9, 8, 7, 6. Bizdən bunların fərqini soruşur. Bunların fərqi. 15-dən 6 çıxanda 9. Burada 3 qalır. 13-dən 7 çıxanda 6. Burada 2 qaldığı üçün 12-dən 8 4. Burada 1 qaldığı üçün 11-dən 9 2. Burada 9. Demək 92.469. Doğru cavab olacaq B variantı. Bu da bu şəkildə getdi. İndi keçirik növbəti. 46-cı sual. Deyir, Samir topları qutuya atır. O birinci gün 1 ədəd, ikinci gün 2 ədəd, üçüncü gün 3 ədəd və şəklində olmaqla topları qutuya atmağa davam edir. Beləliklə, o ən azı neçə günə qutuya ümumilikdə 200-dən çox top atmış olar. İndi en günə desək, topların sayı 1 plus 2 plus 3 plus 3.n olacaq. En gündən sonra topların sayı bu qədər olacaq. Bu böyük olmalıdır nədən? 200-dən. Yəni 200-dən çox olmalıdır. 1-dən n-ə qədər ədədlərin cəmi n vurulsun n plus 1-in yarısıdır. Böyükdür 200-dən. Hər tərəfi 2-yə vursam n vurulsun n plus 1 böyükdür 400-dən. Deməli, n-in yerinə məsələn 19 yazsam, 19 vur 20, 380 edir. Amma n-in yerinə mən 20 yazsam, 20 vur 21 olacaq 420. Deməli, ən azı neçə olacaq? 20 gün. Doğru cavab D variantı. 47-ci sual. Şəkildə verilən kvadratlara 4, 5, 6, 7, 8 və 9 rəqəmlərinin hər biri bir dəfə olmaqla yazılır. Bir-birinə qırmızı xətlə birləşən kvadratlardan soldakı sağdakıdan böyükdür deyir. Soldakı. Yəni A B-dən böyükdür, Y F-dən böyükdür. F-dən böyükdür. Yaşıl xətlə birləşən kvadratlardan sağdakı soldakıdan böyükdür. Sağdakı soldakıdan DC-dən böyükdür. DC-dən böyükdür. Mavi xətlə birləşən kvadratlardan isə üstdəki altdakıdan böyükdür. Yəni A C-dən, o da Y-dən böyükdür. B D-dən böyükdür, o da F-dən böyükdür. F.
Baxın, y ilə f ən kiçikdir. Ən kiçik hansıdır? 4-dən 5. 4-dən 5 ən kiçikdir. 4 və 5. Ən kiçik. Baxın, bunlara görə tapırıq ki, y ilə f ən kiçikdir. 4-dən 5. Və y də f-dən böyükdür. Y də f-dən böyük olduğu üçün deməli y 5-dir. Y 5, y 5, f 4. Sonra 4, 5. Sonra d 4-dən böyük olacaq. D 4-dən böyükdür. Həm də c-dən də böyükdür. Deməli 4, 5, 6, 7 gəlir. 4, 5, 6, 7. Deməli bura 7 olmalıdır. Bura 7. Bura 6 olmalıdır. Çünki D C-dən böyükdür. 7, 6. İndi qalır nə? 8, 9. A da B-dən böyük olduğu üçün bura 9, bura 8. İndi baxaq. A, B, C, D. A, B, C, D. Deməli AB 98, CD 67, çıxılsın CD, CD 67, YF, YF 54. Bizə bu fərqi soruşur. 3, 1, 1, 3. 3113. Doğru cavab olacaq D variantı. 3113-ə bərabərdir. Keçirik 48-ci suala. Aşağıda verilmiş çevrə, kvadrat və ulduz simvollarının hər biri riyazi əməllərdən birini əvəz edir. Baxırıq burada nədir? Bu vurmadır birincisi, ikincisi vurmadır. Bu vurmadır, bu çıxmadır. Bu vurmadır, bu da vurmadır. Deməli, baxırıq ki, bu da toplama olacaq. Toplama olsa ödəyəcək. Bura 6 eləyəcək. 6, bura 20 eləyəcək. 20, 6, 6, 32. Deməli, toplama, vurma, çıxma. 16 üstə gəl. 8 dəfə 2, 16, çıx 13. Bu da olacaq 19. Doğru cavab olacaq A variantı. Yəni 19-a bərabərdir. Qırx doqquzuncu sual. Aşağıdakı vurma əməlində A üstü B plus C üstü D cəmini tapın. Burada nə edəcəm? Baxırıq. 4-ü 1A, 2 1-ə vurub, 4 rəqəmlə də vurub 5284 alıb. Mən 5284-ü bölməliyəm nəyə? 4-ə. 1321. 1321 alınır. 1321. 1321. İndi baxın. B-ni 21-ə vurub 84 alıb. Deməli B 4 olmalıdır. 4. 4. İndi 4-ü vurmalıyam 1321-ə. 1321 vur 4-ə. 5284. 5284. Yəni bu da eyni şeydir. 5284. İndi bizdən soruşur A üstü B. A üstü B. A nədir bizdə? 3-dür. A üstü B. B-də 4-dür. 4. Üstəlik C üstü D. C nədir bizdə? C 5. C 5. Digərdə 2. 81 üstəlik 25. Olacaq 106. Doğru cavab D variantı. 106-ya bərabərdir. 50-ci sual. Rəqəmlərin hasili 105 olan ən kiçik 5 rəqəmli natural ədəddən rəqəmləri hasili 105 olan ən böyük 4 rəqəmli natural ədədin çıxdığı nəticə necə olacaq? Yəni 105-i vurulura ayırsaq nə olacaq? 105-i vurulura ayırsaq. 105 21 vur 5 deməkdir. Burada yazırıq 3 vur 7 vur 5. Deməli artıq bunlar sadədir. İndi deyir ki, ən kiçik 5 rəqəmli natural ədəddən rəqəmlərin hasili 105 olan ən böyük 4 rəqəmli. Biri 4 rəqəmlidir, biri 5 rəqəmlidir. Deməli, ən böyük, baxın, deyir ki, rəqəmlərin hasili 105 olan ən kiçik 5 rəqəmli natural ədəddən. Ən kiçik 5 rəqəmli natural ədəd deyir. Ən kiçik 5 rəqəmli natural ədəd deyirsə, deməli, mən yazmalıyam 1. Təbii ki, bunu 1 vurub 1-i də yaza bilərəm də. Ona görə yazmalıyam burada. 11375 ən kiçiyi budur. İndi ən böyük 4 rəqəmli. Ən böyük 4 rəqəmli deyirsə, mən yaza bilərəm burada 753, bir də 1 yaza bilərəm də. İndi bizdən bunların fərqini soruşur. Bunların fərqi. İndi bunları hesablasaq, 5-dən 1 çıxanda rəqəmlərin hasili 105 olan ən kiçik 5 rəqəmli natural ədəddən
ən kiçik. Deməli 3, 7, 5. Ən kiçik 5 rəqəmi natural ədəd. 1, 1, 375. Rəqəmlərin hasılı 105 olan ən böyük 4 rəqəmli natural ədəd. Ən böyük 4 rəqəmli natural ədəd. 7, 5, 3, 1. Əldə çıxdığı nəticə neçə olar? Rəqəmlərin hasılı 105 olan 105. Deməli 3, 7, 5. Ən kiçik 5 rəqəmli natural ədəd. Burada növbəti sualımız 50-ci sual. Rəqəmlərin hasılı 105 olan ən kiçik 5 rəqəmli natural ədəddən rəqəmlərin hasılı 105 olan ən böyük 4 rəqəmli natural ədəd çıxdıqda nəticə neçə olar? İndi rəqəmlərin hasılı 105-dir. 105 nə deməkdir? Buralara ayırsaq 3 vur 5 vur 7. Baxın, indiki rəqəmlər hasılı 105 olan ən kiçik 5 rəqəmli ədəd. Bunun arxasına 2 ilə 1 yaza bilərəm də. Ən kiçik 5 rəqəmli ədəd olacaq 11357. İndi deyir ki, rəqəmlərin hasılı 105 olan ən böyük 4 rəqəmli ədəd. Ən böyük 4 rəqəmli ədəd olacaq. Deməli 7, 5, 3, 1. Bunların fərqini soruşur. 7-dən 1 çıxanda 6, 5-dən 3 çıxanda 2, 13-dən 5 çıxanda 8, 10-dan da 7 çıxanda 3. 38, 26. Doğru cavab olacaq B variantı. 38, 26-ya bərabərdir. Növbəti sualımız 51-ci sual. Fidan aşağıda göstərilən nişangaha ox atır. O bu oyunda qalib olmaq üçün ən az 3 müxtəlif hissəyə atış etməlidir. Eyni zamanda ən az sayda ox ataraq 150 xal toplamaq lazımdır. Buna görə qalib olmaq üçün Fidan ən az neçə atış etməlidir? İndi burada maksimum xal 18 olduğu üçün 18-dən daha çox istifadə etmək lazımdır burada. 18-dən burada 6 dəfə istifadə etsək və yaxud da 7 dəfə istifadə etsək, deməli 7 dəfə 18 bizə verir 126. Yerə qalır 24 xal. Yerdə qalır 24 xal. 24 xalı təbii ki burada 2 üsulundan görə seçə bilərikmi? 2 üsulundan. 2 üsulundan seçə bilmirik. Ona görə artı 7 dəfə 18 variantı ola bilməz. Deməli 2 üsulundan seçə bilərik. 12, 12 seçməliyik. 12, 12, onda da 3 dənə daha doğrusu 2 müxtəlif hissə olur. 12, bir də 18. Deməli, burada 18-i 6 dəfə istifadə etsək, 6 dəfə 18, 108. Yerdə qalır 150-dən 108 çıxanda, yerdə qalır 42. İndi 42. İndi 42-ni istifadə etsək, 42-ni artıq burada necə istifadə edə bilərik? 42-ni. Deməli, 18 istifadə etmişik. 16, 14, 12 şəklində istifadə edə bilərik. 16, 14, 12. Bunların cəmi artıq 42 verir. Bu üçün cəmi. Deməli, 3 dənə burada, 6 burada. Deməli, ən az 9. Yəni, doğru cavab olacaq A variantı. 9-a bərabər. Keçək 52-ci suala. 52-də baxaq. Şəkildə 2 qapalı soyuducu təsvir edilmişdir. Soyuducunun üst qapısına yapışdırılan maqnit üst tərəfə daha yaxındır. Şəkildə nəzərə alınır deyir. Buna görə maqnitin yerdən hündürlüyü aşağıdakilərdən hansı ola bilər? Baxırıq. Bu aşağı hissəsini bizə verib, 131. Yəni, buranı verib 131. Yuxarı hissəni də verib, buranı verib 75. Baxırıq. Maqnit, yəni soyuducunun üst tərəfinə daha yaxındır. Deməli, bu 75-in yarısından çoxdur. Ona görə də maqnit yerdən hündürlüyü olacaq 131 üstəgəl 75-in yarısından çox. Amma 131 ilə 75-in cəminin isə kiçik olacaq. 75-in yarısı 37,5, toplayanda 168,5. 131 ilə 75-in cəmi 206. Deməli, x 168,5 ilə 206 arasında yerləşir.
İkisi arasında sadəcə və sadəcə 185 var. Ona görə doğru cavabımız 185 ola bilər. 53-cü sual. Bir qrup uşağa paylanan n sayda konfetlə bağlı aşağıdakılar məlumdur. Hər uşağa 11 konfet paylansaydı, son uşağa 9 konfet verilmiş olardır. Hər uşağa 12 konfet paylansaydı, son uşağa 5 konfet verilmiş olardı. Buna görə n neçə ola bilər? Uşaq sayına deyirəm x plus 1. Bu uşaq sayı olsun. Uşaq sayı. İndi 11 konfet, hər uşağa 11 konfet paylansaydı, son uşağa 9 konfet paylanacaq. Deməli, x uşağa 11x-dən paylanılıb, plus son uşağa 9. Hər uşağa 12 konfet paylansaydı, 12x-dən paylanılıb, son uşağa 5. Bunlar konfet sayıdır. Yəni, bunlar n-ə bərabərdir. Bunlar bərabərdir. Yazırıq 11x plus 9 bərabərdir 12x plus 5. 12x çıx 11x bərabər 9 çıx 5-ə. Buradan x bərabər alınır 4. X 4'dür. Konfetlərin sayını soruşur. 11 vur 4 plus 9 bərabərdir n-ə. n bərabərdir 53. Deməli, doğru cavab burada 53'ə bərabərdir. 54-cü sual. Aşağıda bir qutunun içində müəyyən sayda çubuq şokoladlar göstərilmişdir. Ardıcıl bu şokoladları 8 və 10 qruplara ayıra bilir. Deməli, say 8 və 10'a bölünür. Mütləq sonu 0 olmalıdır. Sonu 0. O bu şokoladların müəyyən sayda yedikdən sonra qutuda qalan şokoladları bu dəfə 4 və 5 qruplara ayıra bilir. Deməli, say indi isə 4'ə və 5'ə bölünür. 4'ə və 5'ə bölünür deyir. Buna görə arzu ən az neçə şokolad yemişdir? Ən az neçə şokolad? Deməli, 8'ə və 10'a bölünən bir ədəd seçirəm. Məsəl üçün 40. 40. İndi sonra isə 4'ə və 5'ə bölünən bir ədəd 20. 20. Deməli, neçəni yeyib? Ən az 20 dənə yeməlidir. Doğru cavab olacaq D variantı. 55-ci sual. Müəllim ekskursiya üçün 60 şagirdi, hər birində şagird sayları bərabər olmaqla 2 və ya daha çox qrupa ayırmaq istəyir. Müəllim bu üsulla neçə fərqli qrup qura bilər? Burada 60'ın natural bölənlərin sayını soruşur. 60 nə deməkdir? 60 2'nin kvadratı 3 üstü 1, 5 üstü 1. Natural bölən sayı 2 plus 1, 1 plus 1, 1 plus 1. Bu da 3 vur 2 vur 2, 12. Amma cavab 12 deyil. 12'dən biri çıxsa 11. Çünki 1 ola bilməz də. Deyir ki, hər birinə bərabər sayda olmalı 2 və ya daha çox qrupa ayırmaq istəyir. 2 və daha çox. 2. Yəni, bir nəfər ola bilməz qrupda. 2 və ya daha çox. Yox. Qrup sayı bir qrup ola bilməz də. Bir qrup ola bilməz. Yəni, qrup sayı 1 ola bilməz. Ona görə 60'ın bölənlərin içərisindən biri çıxartmaq lazımdır. Yəni, qrupda bir nəfər ola bilər, amma qrup sayı bir nəfər ola bilər. Qrupda qrup sayı 1 ola bilməz. Yəni, qısaca qrup sayı 1 ola bilməz. Doğru cavabımız olacaq burada B variantı. 56. Səlim içində müəyyən sayda şar olan qutuya içindəki qədər şar qoyub 56 şar götürür. O bu əməli 3 dəfə yerinə yetirdikdən sonra qutuda şar qalmır. Buna görə başlanğıcda qutuda olan şarların sayını göstərən ədədin rəqəmləri cəmini tapın. Deməli, başlanğıcda x-dirsə, x nə qoyur? Olur 2x. Təzədən 56'sını götürür. 2x çıx 56. Bu qədər qalır. Təzədən bu qədər qoysam, bu qədər qoysam. 2x çıx 56 qalır. Təzədən bu qədər qoysa olacaq 4x çıx 112 olacaq. 4x çıx 112. Eynisi qədər qoyur. Təzədən 56'sını götürsə 4x çıx 168. Demək 4x çıx 168 nədir? Qalır. Təzədən bu qədər də yerinə qoysa 8x çıxsın 168'in ikincisi 336. Təzədən 56'sını götürsə 8x çıxsın. Deməli,
56 gəlməli 336-nın üzərinə. 336 üstəgəl 56. 56. 392. 392. İndi ki, bu əməli üst tərəfə təkrarladı. Yəni, bu da təkrarlayıb artıq. Sonuncu budur. Deyir və qutuda şar qalmır. Yəni, 8x çıx 392 bərabərdir 0-a. 8x bərabərdir 392-yə. X bərabərdir 392 8-ə bölsək 49. Deməli, qutuda 49-dan şar var. Rəqəmləri cəmi soruşur. 4-dən 9-un cəmi nəticə olacaq 13. Doğru cavab olacaq A variantı. 57. Müəllimi Ömərdən 2 rəqəmli bir ədədi 47-yə vurmağı istəyir. Lakin o 47 ədədini 77 olaraq eşidir və vurma əməlinin nəticəsi 2820 vaid çox tapır. Ömərin müəllimi ondan hansı ədədi 47-yə vurmağı istəmişdir? Ədəd deyirəm AB ədədi. AB vur 47, bir də AB vur 77 yazıram. Birində x alıb, birində y qalıb. Y ilə x-in fərqini bizə verib 2820. Bunlar tərəfə çıxsam, AB vur 77 çıx AB vur 47 bərabər x çıx x-ə. AB-ni mötərizə xaricində çıxarsam, 77 çıx 47 bərabər 2820. AB bərabərdir 2820-ni bölməliyəm. Bunların fərqi 30-a. AB 2 rəqəmlə də bərabərdir. Deməli, sıfırlar getdi. 282-ni 3-ə böləndə 94. Deməli, müəllim nə istəmiş? 94-ü elədi ki, 47-də vurmağı istəyirmiş. Cavab 94-dür. İşte növbəti suala, 58-ci sual. Mahmud 3 litrlik, Əli isə 5 litrlik vedrələrlə su daşıyaraq 130 litrlik bir su çənini doldurmalıdır. Onların hər biri vedrələri tam doldurmaqla və ən azı bir dəfə su daşımaqla bu çəni neçə fərqli üsulla doldura bilərlər. Mən bura x deyirəm, birinciyə. 100 litrlikdən x sayda istifadə eləsin, buradan y sayda. Deməli, 3x ilə 5y-in cəmi olmalı neçə? 130. 130. Deməli, burada nəyə baxırıq? Sol tərəf 3x. 3x 5-ə bölünməlidir. Niyə? Sağ tərəf 5-ə bölünür. Burada 5-ə bölünür. Deməli, x nə ola bilər? X 5-in bölündə ədəddir. X 5 ola bilər. 5. X 10 ola bilər. X 15 ola bilər. X 15. X 20 ola bilər. 25 ola bilər. 25. X 30 ola bilər. X 35 ola bilər. X 40 ola bilər. 40. X 40. X 40. X maksimum 40 ola bilər. Artıq x-in yerinə 45 yaza bilmərik. Çünki 3 dəfə 45, 135. Artıq keçir. Deməli, x maksimum 40 ola bilər. İndi baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, doğru cavabımız burada nədir? 8-ə bərabərdir. Doğru cavab burada 8-dir. Növbəti sualımız 59-cu sual. Çoxluğundan seçilmiş 3 müxtəlif ədədin cəmi neçə fərqli qiymət alar? İndi ən kiçikdən başlayaq. 5, 9, 13. Bunların cəmi bizə verir 27. Sonraki növbəti kiçik cəm 5, 9, 17. Bu da bizə verəcək deməli 31. Növbəti kiçik cəm 5, 9 və 21. Bu da bərabərdir 35. Baxırıq ki, 4, 4 artır. Birini də yazaq. 5, 9, 25. 25. Bu da 4 vayda atılacaq. Olacaq 39. Və ən böyük cəm olacaq 25, 29, 33. Bunları toplasaq 87 olacaq. Deməli, artış miqdarı 87-dir. Minimum 27-dir, maksimum 87. Say bərabərdir. Sonuncusu 87. Çıx ilk. Bölünsün fərq 4 plus 1. 60-ın 4-ə nisbəti plus 1. 15 plus 1 nəticə olacaq 16. Yəni doğru cavabımız burada B variantı 16-ya bərabərdir. 60-cı sual. Aşağıdakı kartların üzərində müəyyən ədədlər verilmişdir.
Şəbnəm bu ədədlərdən ixtiyari hər hansı ikisinin hasını 4-ə bölür və alınan qalanları kağıza yazır. Onun əldə etdiyi müxtəlif qalanların cəmi neçə olar? Burada 476 4-ə bölünür. Onu yazmağın mənası yoxdur. Bunu mən silirəm. 450 ilə 474-ün hasılə baxmaq lazımdır. 450 ilə 483-ün hasılə baxmaq lazımdır. Bir də 483 ilə 474-ün hasılə baxmaq lazımdır. 4-ə bölünmə əlaməti son iki rəqəmdir. Burada 50-dir. Burada 74-dür. Burada qalıq 2-dir. Burada qalıq 2-dir. Və qalanın hasılı 4. Bunu 4-ü 4-ə böləndə burada artıq tam bölünəcək. Burada qalıq 0. Yəni qalıq qalmır. Burada 2. Burada isə 3. 2 dəfə 3 6. 6-nı 4-ə böləndə qalıq 2. Burada 3. Burada isə 2. 3 2. 3 dəfə 2 6. 6-nı 2-yə böləndə, daha doğrusu 4-ə böləndə yenə qalıq 2. Deyir ki, onun əldə etdiyi müxtəlif qalanların cəmi, müxtəlif qalıq ancaq 2-dir. Ona görə doğru cavab burada A variantı.